Duanın möcüzəvi faydalarından və böyük təsirlərindən biri də budur ki, bəzən insan cavabın tez gəlməsini istəyə bilər, amma Allahın verdiyi əsl nemət səbr içində qəlbdə dolan rahatlıq və qəlbin açılmasıdır. Duadan sonra gəlir bütün bunlar hamısı. Bu da bir nemətdir. İnsan Allaha bağlanır, ona təslim olur, qəlbi arxayınlaşır. Duanın cavabından daha önəmlisi budur. Sənin Rəbbinə yaxınlaşdırması və onun qədərinə razı salması. Baxın, dua insana hansı qapılar açır? Duanı ancaq təklə cavabını gözləmək, bu qüsurlu bir anlayışdır. Dua insanın birinci qəlbinə görə nələr açır? Dua edən insan Allahın qüdrətinə güvəndikcə, qəlbi də buna uyğun olaraq genişlənər. Hətta zahirdə pis kimi görünən şeylərdə də daxildəki xeyri görər. Çünki Allah onun doğru görməklə mükafatlandırar və o insan Allahın hər qərarında bir hikmət, bir mərhəmət görər. Buna görə də sakitləşər, razı qalar və Allaha təbəssümlə təslim olar. Ən böyük sevinclərin və əsl xoşbəxtliyin əlamətlərindən biri budur. Sən tez-tez Allaha yönəlir, dərhal dua etməyə tələsirsən. Dua sənin üçün sadəcə bir söz deyil, ibadətin özüdür. Dua edərkən ilk öncə Allaha ibadət etdiyini bil, niyyətin bu olsun. Sən hər vəziyyətdə, hər çətinlikdə Allaha sığınırsan və dua edirsən. Duanın cavabı geciksə belə, nə bəlanın uzunluğu, nə də gecikən cavab səni sındırmasın. Çünki dua sənin zəifliyini gücə çevirər və səni ayaqda saxlayan ruhani gücdür. Ən böyük xoşbəxtlik Allaha əl açmalıdır. Bəzən elə an gəlir ki, insan dörd bir tərəfindən sıxıntı və çətinliklərlə əhatə olunur. Qapılar bağlanır, yollar tutulur, bütün səbəblər yox olur. Ümid telləri kopar, insanlar çarəsiz qalar. Amma o zaman bir tək qapı qalır ki, heç vaxt bağlanmaz və o da göylərdə açılan duanın qapısıdır. Ümidini yalnız Allaha bağlayanlar üçün o qapı daim açıldı.